Gəldik. Siz şəkildə görürsünüz, qırmızılarla göylər. Qırmızılar xanımlar, göylər dişilər. Deməli, başlanğıc zərbə. Başlanğıc zərbə zamanı 1. Top mərkəz nöqtə, tutaq ki, bura mərkəz nöqtədir. Mən mərkəz nöqtə başlayacağım. Ya da buradan qoyuram, topu qoyuram yerdən. Top yerdədir. 1. Top hərəkətsiz vəziyyətdə olmalı. Bir dənə bundan əvvəl bir şey deyim. Topun kimdə olmasını müəyyən etmək məqsədi ilə puşlatma olur. Puşlatmada biz qalib gəlmişiksə kişilər. Kapitanımız deyir ki, top bizdədir. Meydança seçimi kimə verilir? Sizə verilir. Amma yox, biz deyirik ki, meydança biz oranı istəyirik. Top avtomatik kimə keçir? Qadınlar. Aydınmı? Punkt 1. Top mərkəz nöqtənin üzərində, görürsünüz, top mərkəz nöqtənin üzərində hərəkətsiz vəziyyətdə dayanmalıdır. Məsələn, top hərəkətdə olur, mən bunu başlaya bilmərəm. Top mütləq nə olmalıdır? Hərəkətsiz vəziyyətdə olmalıdır. Birinci bu. İkinci punkt. Başlanğıc zərbəsini yerinə yetirən oyuncu istisna olmaqla bu şəkilə də elə deyil, amma siz elə bilin. Məsələn, bir dənə burada çəkirəm. Bir dənə burada qırmızı çəkin. Rəsmi qabiliyyətim yaxşı deyil. Başlanğıc zərbəsini yerinə yetirən oyuncu istisna olmaqla bütün oyuncular meydançanın öz sahəsində yerləşməlidir. Həndbolda necə idi? Hər kəs öz sahəsində idi. Düzdürmü? Amma futsalda bir dənə fərq odur ki, başlanğıc zərbəsini yerinə yetirən. Fikir verin, top sentrirdədir. Amma mən kişilər hansı tərəfdəyəm? Sizin tərəfdə. Mən istisna olmalı, bütün oyuncular harada olmalıdır? Öz meydançası tərəfində. Bu da 7. Üçüncü punkt. Hakim fiti verir. Hakim icazə, işarə verdikdən sonra topa toxunmaq olar. Və topa toxunduqsa artıq top nə olur? Oyunda hesab olunur. Rəqib komanda mərkəz dairənin radiusu nə qədər idi? 3 metr. Deməli, rəqib komanda topdan minimum 3 metr ərzində başlamalıdır. Bu da saniyə yoxdur. Bir dənə budur, bir də 6 metrlikdir, saniyə yoxdur. Qalan hamısı cərmə zərbə, sərbəst zərbədən danışacaq, yan xətti üçün. Hamısı 4 saniyə ərzində yerinə yetirilməlidir. Amma burada saniyə yoxdur. Aydınmı? Çünki bu hakim fitindən sonra başlayır və bu da belə və sonuncu bir məsələ başlanğıc zərbəsindən rəqib qapısına rəqib qapısı birbaşa vurulan qol qeydə alınır. Qoldur, vəssalam. Amma öz qapısına vurarsa qol deyil, küncdən zərbə təyin olunur. Bax, bir dənə bir şeydən özünüzü yormursunuz. Zərbələr, başlanğıc zərbə, cərmə sərbəsi, yan xət, bütün bu hallarda özünüzü yormursunuz. Bir oyuncu topu öz qapısına vurarsa, tutaq ki, bax, buradan qapıcıya topu ötürürdün, top qapıcı tuta bilmədi, ayağının altına keçdi, məsələn də. Və yaxud elə bəlkə ötürdün ki, qapıcı onu tuta bilmədi. İstənilən zərbədən öz qapısına vurarsa, qol deyil və küncdən zərbə təyin olur. Göylər gəlib küncdən zərbəni başlayacaq. Aydındır? Vəssalam. İstənilən zərbə. Rəqib qapısına vuranda bəzən qol sayılır, bəzən yox. Məsələn, bunda nə dedik? Birbaşa qol sayılır. Amma məsələn, indi bundan sonra danışacaq, mübahisəli topdan sayılmayacaq. Bu öz qapısına qol deyil, küncdən zərbə. Sual varmı? Rəqib komanda topdan ən azı 3 metr məsafədə durmalıdır.